Hanımlar ve canablar, efirde 61 verilişidir. Bugün bizimle oynayan tələbələrlə tanış olun. Gəncə Dövlət Universitetindən Qənirə Rızazadə, Bakı Ali Neft Məktəbindən İbrahim Ramazanzadə, Azərbaycan Tibb Universitetindən Arzu Musayeva, verilişin aparıcısı Nərmin Kınyazi salamlayaq. Salam, hörmətli tamaşaçılar, hər birinizi yenidən xoş gördük. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi ilə 61-i izləyirsiniz. Bu mövsümdə 61-də Azərbaycanın müxtəlif ali məktəblərindən olan tələbələr yarışırlar. Onlardan biri məhz böyük finalda 5000 manat pul mükafatını qazanacaq. Biz isə hələ ki 9-da 1 oyunları keçiririk. Vurğulayım ki, bugünkü qalib 3-də 1 finala vəsiqə qazanacaq. Qaydalarımız dəyişməzdir. 2 raund oynayırıq. Sonda final raundunda günün qalibini müəyyənləşdiririk. İştirakçılarımızı intizarda qoymayaq. Başlayaq. İlk raund və 6 mövzumuz. Çaylar, kəndlər mövzusunda oynayacağıq. Ədəbi personajlar, ensiklopediyalar, fizika və 2 ardıcıl samit. Tərkibində 2 ardıcıl samit olan sözlər eşidərik. Hətta həmin samitləri sizə deyəcəm. Beləliklə, Qənirə, buyurun seçim edin. Ədəbi personajlar 50. Nişanlısı Qanturalını öz atası Trabzon hökmdarının əlindən xilas edən, sonra isə az qala özü onu öldürən dastan qəhrəmanı. Amma hər şey toyla bitdi. Bu igid xanım Selcan xatun idi. Davam edirik. Ədəbi personajlar 40. Haqqındakı romanın bir nəşrində, müqəddimədə o, Fyodor Dostoyevski kimi, boğaza kimi borc içində idi deyilən ədəbi qəhrəman. Qənirə. Rodion Raskolnikov kimdir? Doğrudur, Qənirə. Davam edək. Ədəbi personajlar 30. Adaya düşdükdən sonra içməli su axtarışında sahildən bir furlong məsafə qət edib, onu tapdıqda çox sevinən ədəbi qəhrəman. Robinson Crusoe kimdir? Doğrudur, İbrahim. Çaylar 20. Temza çayı üzərindəki ən iri şəhər. Lakin İngiltərədəki deyil, Kanadanın Ontario əyalətindəki. Ottawa nədir? İbrahim. Ottawa nədir? Deyil. Bununla belə, Kanada Temzası üstündəki ən iri şəhər də London adlanır. Kəndlər 20. Nizami Gəncəvi ilə görüşüb ona Həmdünyan adlı kənd bağışlamış Şəmsəddin Eldənizin oğlu. Bu Qızıl Arslan idi. Davam edək. Ədəbi personajlar 20. Ernest Seton Thompson'ın personajının mənsub olduğu ayı növü. Əvvəlcə o, Baribal ayısından ağacda gizlənirdi. Lakin böyüdü və özü onu ağaca dırmandırdı. Webb böyüdü və nəhəng Grizzly oldu. Ensiklopediyalar 20. İbrahim, ilk raundda günün fürsəti sizin qarşınıza çıxdı. 10 xalınız var. Elə 10 xalla gedək. 10 xal. Yaxşı. 10 xalla günün fürsətinin cavabını sizin üçün səsləndirirəm. İlk nəşri Edinburqda cəmi 3 cilddən ibarət olmuş ensiklopediya. Britannika nədir? Doğrudur, İbrahim. Britannika nədir? Devam edək. Fizika 20. Şərəfinə təzyiqin ölçü vahidi adlandırılmış alim. Xeyr, o Blez adlanmır. Arzu. Pascal kimdir? Bəli, Arzu, doğrudur. Ədəbi personajlar 10. Şekspirin adı Yunan dilindən bəxtsiz kimi tərcümə olunan qəhrəmanı. Yazıq qadın bəxti qara olub. Ofelia kimdir? Xeyr, Qənirə. Arzu. Desdemona kimdir? Doğrudur. Fizika 30. Mexanikada deformasiyası nəzərə alınmayan, təsəvvür olunan cisim. Qənirə. İdeal cisim nədir? Yox. İdeal hamar cisim.
Bərk cisim nədir? Davam edirik. Fizika 40. Enerji ilə qarşılıqlı əlaqəsi Boltzmann sabiti vasitəsilə təsvir olunan fiziki kəmiyyət. Temperatur nədir? Davam edirik. Fizika 50. Elektronun antihissəciyi. Onu kəşf etmiş fizik Karl Anderson yəqin ki, çoxlu pozitiv emosiyalar aldı. Arzu? Proton nədir? Yox. İbrahim? Pozitron nədir? Elektron, mənfi, pozitron isə müsbət yüklən malikdir. Doğrudur. Ensiklopediyalar 30. Sovet Tibb Ensiklopediyasının baş redaktoru. Soyadı əksər Bakılılara tanışdı. Arzu? Semaşka kimdir? Bəli, Arzu doğrudur. Davam edək. Fizika 10. Məsafənin gücə hasilinə bərabər olan fiziki kəmiyyət. İşə baxı. Qənirə? Mexaniki iş nədir? Doğrudur, Qənirə. İki ardıcıl samit 50. NT və ya LL. Mənfəətin sərmayəyə nisbəti kimi hesablanan iqtisadi səmərəlilik göstəricisi. Rentabellik nədir? Doğrudur, Qənirə. İki ardıcıl samit 40. PS. Qara Qarayevin Albaniyadan qayıdışından sonra bu ölkəyə həsr etdiyi musiqi əsəri. Qara Qarayev 1952-ci ildə Alban Rapsodiyasını yazıb. Davam edirik. İki ardıcıl samit 30. RB. Davidson qardaşları və dostları Harley'nin ilk motosikletləri üçün konserv bankasından düzəltdikləri mühərrik hissəsi. Arzu? Karbürator nədir? Bəli, odur. İki ardıcıl samit 20. NS. Magnus Carlsen'ın onunla rəsmi turnirdə oynamağa qadağa qoyulmasından sonra hərracda 30.000 dollara satdığı geyim əşyası. O turnirə cinslə gəldiyi üçün belə halla üzləşmişdi. Davam edirik. İki ardıcıl samit 10. ND və ya RT. Əvvəllər paleantrop adlandırılan qədim insan. Qənirə? Neandertal nədir? Doğrudur, Qənirə. Ensiklopediyalar 50. Professor Andrey Kalmagorovun Böyük Sovet Ensiklopediyasındakı bölməsini yazdığı elm. Qənirə? Riyaziyyat nədir? Bəli, doğrudur. Ensiklopediyalar 40. Larus Ensiklopediyasının buraxıldığı ölkə. Xeyr, Rusiya deyil. Qənirə? Prusiya nədir? Deyil. Bu ensiklopediyanı Fransız Pierre Larousse yaradıb. Bu Fransadır. Çaylar 50. Tatarların İtil adlandırdıkları çay. Vaxtilə Sultan II. Səlim xan onu kanal vasitəsilə Don çayı ilə birləşdirmək istəyirdi. İbrahim? Volqa nədir? Doğrudur. Çaylar 40. Qərb sahilində Fələstin dövlətinin faktiki paytaxtı Ramallah şəhəri yerləşən çay. İbrahim? Yordan çay nədir? Ramallah, Yordan və ya Ürdün çayının qərb sahilində yerləşir. Doğrudur. Çaylar 30. Sağ qolu Efiopiyada Abay adlandırılan çay. İbrahim? Nil nədir? Bəli, bu Nil çayıdır. Çaylar 10. Ekosistemi Perudakı Man qoruğu tərəfindən qorunan çay. Qoruğa həftəlik tur adambaşı $1000'dır. Bahaçılıqdır. İbrahim? Amazon nədir? Man qoruğu Amazon çayı boyunca yerləşir. Doğrudur. Beləliklə ilk raundu bitirdik. Gəlin sizin xallara nəzər yetirək. Arzu 40 xalla bitirirsiniz ilk raundu. Qənirə, sizin 80 xalınız var. İbrahim, siz isə 200 xalla hələ ki lidersiz. Əsas nəticələr isə ikinci raunda bölünəcək.
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi ilə 61 izləyirsiniz. Biz bugünkü oyunun ilk raundunu geridə qoymuşuq və artıq ikinci raunddayıq. Birazdan gərgin, maraqlı oyun davam eləyəcək, amma öncə biz bugünkü iştirakçılarımızı yaxından tanıyaq. Arzu, xoş gördük. Xoş gördük. Necə hiss edirsiniz özünüzü? Belə də Həyecanlısınız Arzu, yoxsa həyəcanlı deyiləm. Suallar gözlədiyim kimi gəlmir nəsə. nə gözləyirdiniz suallardan? Daha doğrusu bizim cavablardan. Daha özümə yaxın mövzular gözləyirdim. Biz elə işləmirik təəssüf ki. İndi sizcə dəyişəcək ikinci raundda nəticə? Mövzular dəyişsə, hə. Bu barədə heç bir şey deyə bilməyəcəm Arzu. Amma gəlin bir balaca danışaq. Sizin hobbilərinizdən biri də gəzməkdir, maraqlı yerlərə səyahət eləməkdir və məndə olan məlumata görə ən çox təəccübləndirən Ankara Cumhurbaşqanlığı Milli Kitabxanası olub. Ən çox yox, axırıncı dəfə orada olmuşam. Aha. Ankaraya getmişdim təhsillə bağlı. Kitabxana həqiqətən möhtəşəm idi. Nəyinə sizə Heyrətamiz təəccübləndirdi? idi. 6 mərtəbə idi. Aha. 4 milyondan çox kitab var idi. 134 dildə səhv eləmirəmsə. Mərtəbələri gəzdikcə yeni şeylər kəşf edirdin, yeni kitablar, Görmədiyin kitab. görmədiyin oxumadın. kitab Aha. üzləri, cildlər və Aha. s. sərgilər var idi müxtəlif. Aha. Keçmiş kitablar, indiki kitablar, ilk nəşrlər və s. Və ən maraqlısı da bizim kitabxanamızdan fərqli olaraq orada ikram adlandırılan müxtəlif içkilər, şirniyyatlar və s. pulsuz şəkildə tələbələrə verilirdi. 24 saat boyunca işləyirdi. Həqiqətən təhsil yolunda çox ciddi bir addımdır məncə. Maraqlıdır. Mən Ankarada olmuşam, amma təəssüf ki, həmin kitabxanada ola bilməmişəm. Amma düşünürəm ki, səyahət planlayanlar fikirlərində, nəzərlərində saxlaya bilərlər. Təşəkkür edirik informasiya üçün. Arzu, uğurlar sizə. Çox sağ ol. İbrahim, xoş gördük sizi. Xoş gördüm. Siz necəsiz İbrahim? Yaxşıyam mən. Yaxşı olaram da. Halınız öndədir, amma yenə də rəqiblərinizlə həmişə bir dəyişikliklər olur. İbrahim, çox maraqlı haqqınızda bir məlumat var idi. Yazılıb ki, 4 nəfərli velosiped sürməyi sevirsiniz. Mən düz anladım. 4 nəfər eyni anda sadəcə velotura mı çıxırsınız, yoxsa velosiped birləşikdir? Velosiped birləşik hissəsində 4 dənə oturma yeri var. Biz də 4 nəfər uşaqlarla yığışıb arada vaxtaşırı sürürük. Bu maraq necə? Ya mənə çox maraqlıdır ki, sadəcə niyə belə bir təcrübə sınayırsınız? Bir də bizdə velosiped zolaqları onsuz da balacadır tapılanda. O 4 nəfərlik velosipeddə necə velosiped sürə bilirsiniz? Şəhər içərisində sürürsünüz? Yox, xeyr, şəhər ən çox parkların içində sürürük. Parkların içərisində. Səklədir falan. Amma əslində ən çox tək sürürdük. Sonra dedik ki, bu velosiped var ki, yoxlayaq necə olur? Maraqlı təcrübədir. Uğurlar sizə İbrahim. Qənirə, sizlə artıq bir neçə dəfə oynamışıq. Tanışıq. Aha. Həyatınızda nə dəyişib o vaxtdan bu vaxta? Müəyyən şeylər, elə də nəzərə çarpan nələrsə yoxdur, Aha. təəssüf ki. Bəs bizlə bölüşmək istədiyiniz hansısa bir informasiya var? Sizlə bölüşmək istədiyim, səhv eləmirəmsə anketdə yazmışdım. Aha, yazmışdınız ki, Aha, bəli. siz bir səhifə Səhifə, idarə aha, edirsiniz. bəli. Buradan da uşaqlara salamlar bu arada. Necə bir səhifədir? Gəlin bildirin. Oxuduğum, öyrəndiyim, nə bilim, izlədiyim nələrdənsə yeni məlumatları paylaşmaq istəyirəm. Çünki bilik paylaşdıqca yaxşıdır. Aha. Əgər yeni nəsə də öyrənirsənsə də bunu ətrafdakı insanlarla paylaşmaq, bir növ paxıl olmamaq lazımdır. Bilgiləri siz ötürürsünüz insanlara. Belə Aha, bir. bəli. Sonra hobbilər siyahısında Tipia məsələn səhifəsi var. İlk onlayn Azərbaycan dilli tip Hardadır bu ensiklopediyasıdır. səhifə? Bu səhifə internetdədir. Facebook üzərində. Facebookda da var, sosial şəbəkələrdə də var. Sosial Eyni zamanda şəbəkələr. sayt kimi də fəaliyyət göstərir. Aha. Həvəskar olaraq düzdür, yəni ixtisasımla bağlı olmasa da, nələrsə yeni öyrənirəmsə də orada da Maraqlı faktı bölüşürsünüz. araşdırıb, bəli. Hansı fakt da ən axırıncı maraqlı olan faktlardan biri? Tip barəsində əslində bibim oğlu bu işə təhrik eləmişdi. Yəni ki, səhifədə həm müəllif olmaq üçün və s. Onun özü də təəccüblənmişdi. Xeyrovizm haqqında yazmışdım. Ən axırıncı Takotsubo kardiomiopatiyası haqqında məlumat vermişdim. Bu elə bir
ürəkdə osmoloqa bənzər patologiyanın yaranmasından bağlıdır. Hətta bunu müəyyən filmlər, yəni qəlb qırılması deyirlər insanlar ki, qəlbim qırıldı və s. Əslində bu həqiqətən də olur. Əgər həmin sindroma tutulmusunuzsa, ürəyiniz qırılır. Nə düşünürsünüz bu barədə? Bunu keçməyiblər at. İxtisasdan kənarda sadəcə Maraqlı yeni fakt öyrənirsə, görürsünüz. araşdırmaq bəli, yaxşıdır. Uğurlar sizə gəlirəm. Mən səhifəyə göz atacağım şəxsən. Əgər ümumi səhifəni istəyirsinizsə də Faktos səhifəsini məncə verilişin auditoriyası üçün də uyğundur. İzləyənlərin diqqətini çəkə bilər. Təşəkkür edirik. Çox sağ olun. Əziz izləyicilər, biz artıq iştirakçılarla tanış olduq. İkinci raunda keçid alırıq. Beləliklə, ikinci raundda bizim cavabların da dəyəri 2 qat artmış şəkildədir. Diqqətli olun, başlayırıq. Mövzularımız belədir. Hökümdarlar, məşhur İtalyanlar, su, telefonlar mövzusunda oynayacağıq, turşular və universitetlər. Arzu, buyurun seçim edin. Turşular 20. Metan turşusunun xalq arasında adında xatırlanan həşərat. Arzu, Qarışqa turşusu qarışqa nədir? xalq arasında bu turşuya qarışqa turşusu da deyirlər, doğrudur. Turşular 40. Turşu qalığı nitrat adlanan turşu. Arzu, Nitrat turşusu nədir? doğrudur. Turşular 60. Zülalların əsasını təşkil edən turşular, məsələn, lizin. İbrahim, Amin turşu nədir? doğrudur İbrahim. Hökümdarlar 60. Hollandiyalı müstəmləkəçilərin onlara qarşı inadla döyüşən İndoneziya sultanı Həsənuddini müqayisə etdiyi quş Avropalılara rahat yatmağa imkan vermirdi. İbrahim, Xoruz nədir? döyüş xoruzundan söhbət gedirdi. Bəli. Davam edək. Məşhur İtalyanlar 60. Dan Savio təxəllüsü altında Sergio Leone'nin Bir Ovuç Dollar üçün filminə musiqi yazmış İtalyan bəstəkarı. Arzu, Ennio Morricone kimdir? Ennio Morricone 500-ə yaxın film üçün musiqi bəstələmişdi. Doğrudur. Turşular 80. Antoine Lavoisier'in nəzəriyyəsinə görə hər bir turşuda olan kimyəvi element, lakin hidrogen xlorid formullu xlorid turşusu bu nəzəriyyəni inkar etdi. Arzu, Oksigen nədir? Lavoisier hesab edirdi ki, istənilən turşuda oksigen var, lakin yanılmışdı. Doğrudur. Turşular 100. Problemləri adətən qanda sidik turşusunun həddən çox olmasına işarə edən daxili orqanlar. Arzu, Böyrəklər nədir? belə əlamətlər böyrəklərdə problemlərə gətirib çıxarır. Davam edək. Su 20. Haqqında ilk film 2018-ci ildə Jason Momoa'nın baş rolda iştirakı ilə çəkilən komiks qəhrəmanı. Arzu, Aquaman nədir? Jason Momoa dənizlərə hökmranlıq edən Aquaman'i oynayıb. Bəli, Su 40. astronomlara Neptunun halqasını görməyə kömək olan yüksək əks etmə xüsusiyyətli maddə. Qənirə, Su nədir? xeyr. Neptunun halqası əsasən buzdan ibarətdir. Su 60. Havada su buxarının xırda damcılar şəklində kondensasiyasının sadə adı. Qənirə, Şeyh nədir? Şeyh nədir? yox. Aerozol. Buna biz duman deyirik. Su 80. Sahəsi 605 kvadrat kilometr olan su anbarı su oraya 1953-cü ildə vurulub. Qənirə, Mingəçevir su anbarı nədir? doğrudur. Məşhur İtalyanlar 100. Adı 42 milyon kvadrat kilometrlik quru əraziyə verilmiş İtalyan. İbrahim, Amerika Vespucci kimdir? Amerika Vespucci'nin şərəfinə adlandırılmış hər iki Amerika materikinin ərazisi bu qədərdir. Doğrudur. Davam edirik. Hökümdarlar 80. Travnik şəhərindəki məscidi vaxtilə Osmanlı Sultanı II. Sultan Bəyazıd xan tərəfindən tikilən Avropa ölkəsi. Qənirə, Macarıstan nədir? yox.
Bosniya və Hersegovina nədir? Davam edirik. Hökmdarlar 100, 16-cı əsrdə Bruneyi idarə etmiş sultanın adı. Onun xidmətləri elə böyük idi ki, sülaləyə adı verilib. Bruneyin hakim sülaləsi Bolkiah adlanır. Davam edək. hökmdarlar 40, Müsəlmanlara 1187-ci ilin oktyabrında səlibçiləri darmadağın etməklə Qüdsü qaytarmış sultan. Qənirə, Səlahattin Əyyubi kimdir? doğrudur. Universitetlər 100. Gənc Sheldon Cooper'ın eyni adlı teleserialda oxumaqda imtina etdiyi universitet. Hər şey Bostonun bərbad iqliminə görədir. Sheldon MIT-ni, yəni Massachusetts Texnologiya İnstitutunu bəyənməmişdi. Məşhur italyanlar 80. Qənirə, ikinci raundda günün fürsəti sizin qarşınıza çıxır. Hansı xalla gediş edirsiniz? 100 xal. 100 xalla gediş edirsiniz. Diqqətli olun. Cavabı sizin üçün səsləndirirəm. İtaliyada Cina Nazionale, yəni Milli Cina adlandırılan İtalyan xanım. Onu xalqın milli sərvəti hesab edirdilər. Bəlkə Gina Lollo Brigida kimdir? Doğrudur Qənirə. Təbrik edirəm. Sağ olun. Davam edin. Məşhur italyanlar 40. Ulduz carçısı əsərinə süd yolunun çoxlu sayda ulduzlardan ibarət olmasının sübutunu da əlavə edən İtalyan. Qənirə, Galileo Galilei kimdir? 1610-cu ildə bu əsəri astronom Galileo Galilei nəşr etdirib. Doğrudur. Universitetlər 80. Qənirə, 160 xalınız var. Hansı xalla gediş edirsiniz? Xatırladım, Arzu'nun 360 xalı var, İbrahimin 420. Vabank. Vabank gedirsiniz. Diqqətli olun, günün fürsətinin cavabını yalnız sizin üçün səsləndirirəm. Banisi İhsan Doğramacının heykəli Azərbaycan tərəfindən hədiyyə edilən Türkiyə Universiteti. Bunu Bilkənt Universitetində İhsan Doğramacının abidəsində oxumaq olar. Təəssüf. Davam eləyək. Telefonlar 100. İlk sözləri musiqi ilə üst-üstə düşdüyündən çətin eşidilən film. Lakin ayırd etmək olur. Çağırıram, gözləyin, danışın. Qədirə, Telefonçu qız nədir? bəli, odur. Telefonlar 80. 1961-ci ildə Anna Taxtarovadan şlemini çıxarmağa kömək etməsini xahiş edən, sonra isə harada telefon tapmaq olar deyə soruşmuş insan. Anna Taxtarova Yuri Gagarinin yerə enişindən sonra ilk rast gəldiyi insandır. Davam edək. Telefonlar 60. Amerikalı Todd Beamer'ın 911 xilas etmə xidmətinə zəng edib digər sərnişinlərə birgə terrorçulara hücum edəcəyini bildirdiyi tarix. Qənirəm. 11 sentyabr nədir? Doğrudur Qənirəm. Məşhur italyanlar 20. Aktyor Anthony Quinn'in obrazını heç cür alındıra bilmədiyi İtalyan ustası. Çox bahalı skripkanı əlindən tutandan sonra vəziyyət dəyişdi. İbrahim. Stradivari kimdir? Doğrudur İbrahim. Su 100, Çin nağılında şəhzadənin özü üçün onlardan boyunbağı düzəltməyi tələb etdiyi su damcıları. Diribaş zərgər şəhzadədən ən çox bəyəndiyi damcıları toplamağı xahiş etmişdi. Qənirə. Mirvari nədir? Yox. Ay, İbrahim. yağış nədir? O da deyil. Zərgər şəhzadədən ən çox bəyəndiyi şehləri toplamağı xahiş etmişdi. Təbii ki, heç nə alınmadı. Universitetlər 60, Mətbu orqanı Bakı Universiteti olan universitet. Son illərdəki bütün nömrələrini universitetin saytında oxumaq olar. Bu qəzet Bakı Dövlət Universitetinin mətbu orqanıdır. telefonlar 40, 1876-cı ilin martında telefonla cənab Watson
Sizi görmək istəyirəm. Sözlərini demiş insan. Arzu? Sherlock Holmes kimdir? Yox. Qənirə? Graham Bell kimdir? Bu sözləri öz köməkçisinə qonşu otaqda olan telefonun ixtiraçısı Alexander Bell söyləyib. Davam edək. Universitetlər qırıq. Kem çayı sahilində 31 kollecin federasiyası olan universitet. Qənirə? Cambridge nədir? Bəli, doğrudur. Hökümdarlar 20. Təkcə hökümdar deyil, həm də Bakı metropoliteninin ən dərin stansiyası. Arzu? Şah İsmail Xətai kimdir? Odur. Telefonlar 20. 18 il öncə Rod Braber'in həyat yoldaşına zəng edərək tarixə düşdüyü zirvə. Bu, belə yüksəklikdən ilk zəng idi. Qənirə? Everest nədir? Doğrudur Qənirə. Universitetlər 20. Universitetlərindən biri Məhtimqulunun adını daşıyan paytaxt. Amma şair Kopetdağ silsiləsi yaxınlığında doğulub. Məhtimqulu Türkmənistanın xalq şairidir, paytaxtı isə Aşqabaddır. Beləliklə, biz ikinci raundun bütün cavablarını oynadıq. Xallarınıza nəzər yetiririk. Qənirə 160 xalla finaldasınız. İbrahim 340 xalınız var. Arzu sizdə rəqibiniz kimi 340 xalla finaldasınız. Beləliklə həlledici məqam final raundundadır. Qısa fasiləmiz olacaq. Bu fasilədə hansı xallarla gediş edirsiniz, bunu müəyyənləşdirəcəksiniz. Gəlin final raundunun mövzusu ilə tanış olaq. Paytaxtlar mövzusunda oynayacağıq. Finalda görüşəcəyik. Əziz izləyicilər, 61-in növbəti 9-da 1 oyununun final mərhələsindəyik. Gərgin bir məqamdır. Bugün qalibi müəyyənləşdirəcəyik və mən artıq final raundunda oynayacağımız mövzunu açıqlamışdım, paytaxtlar mövzusunda. İştirakçıların isə vaxtı oldu ki, hansı xallarla gediş edirlər, onları müəyyənləşdirsinlər. Qaydalara əsasən, əgər doğru versiyanı yazsalar, bu xallar hesaba əlavə edilir. Yanlış olduğu təqdirdə isə hesabdan silinəcək. Gəlin günün qalibini müəyyənləşdirək. Beləliklə, arxeologiyanın yaradıcılarından biri olan alim Johann Winkelmannın bütün əntiqlərin qoruyucusu fəxri postunu tutduğu Avropa paytaxtı. Vaxt getdi. Vaxt bitdi. Təklif edirəm iştirakçıların versiyalarını nəzər salaq. Qənirə, sizin versiyanı görək. Afina yanlışdır. Hansı versiyayla gediş etmişsiniz? 62 xalla gediş etmişsiniz, 98 xalla oyunu tamamlayırsınız Qənirə. İbrahim, sizin versiyanı görək. Berlin yanlışdır. Hansı xalla gediş etmişdiniz? 340 xalla gediş etmişdiniz. 0 xalla oyunu tamamlayırsınız. Həyəcan var. Arzu, sizin versiyanı görək. Afina yanlışdır. Romadan söhbət gedirdi dostlar. Romadan başqa hansı Avropa şəhəri arxeoloqlara böyük fayda verə bilərdi ki? İndi əsas məsələ. Hansı xalla gediş etdiyinizi görəcəyik Arzu. 340 xalla gediş etmişsiniz. Arzu, 0 xalla oyunu tamamlayırsınız. Nəticələr əslində hər an dəyişə bilir 61-də. Qənirəm, 98 xalla bugünkü oyunun qalibi sizsiniz. Buyurun mərkəzə.
Qənirə gözlənilməz bir nəticə oldu sizin üçün də. Təxmin edə bilirəm. Ümidlər heç vaxt ölmür və oyun 61-ci suala qədər davam eləyir. Aha, amma elə bil ümidiniz ölmüşdü biraz. Ölmüşdü, amma dirildi. Xortdadı. Necə hiss edirsiniz? Yaxşı, 3də 1-dəsiz artıq, 3də 1 finaldasınız. elə görünür. Nə çatışmırdı və orada nəyi düzəldəcəksiniz? Düymə və bildiyim şeyləri basmaq istəməməkdə ehtiyatlılıq bir növ ki, mən filiyərəm filan. Məncə oyunçular başa düşür bu hissləri. Həm də çox həyəcanlı idim, çünki artıq bir neçə mövsümdür gəl-get Gəncədən. Ona görə biraz həyəcanlı. Axır ki dəydi. Qənirə uğurlar arzu edirik 3də 1-də sizə. Çox sağ olun. Və mən vurğulamaq istəyirəm ki, böyük finalda bizim iştirakçılarımız 5000 manat pul mükafatı uğrunda mübarizə aparacaqlar. Elm və Təhsil Nazirliyinin dəstəyi ilə bizi izləyirdiniz. Gələn həftə yenidən burada olacağıq. Hələlik.